şəxsiyyəti haqqında Fuad Poladovla bağlı mən bilirəm ki, çox yaxın dost, eyni zamanda qonşu olmusunuz. Və hansısa bir xatirələr varmı onunla bağlı? Təbii ki, çox xatirələriniz var, amma belə çox məhrəm, çox dolma bir xatirə deyək. Valla mən bəzi söz arası sənə dedim, Fuad mənim üçün xatirəyə çevrilməyib hələ. Fuad mənim üçün diridir. Bir adam haqqında xatirə demək olmur. Amma icazə versən, bir adam kimi danışaram onun haqqında. Fuad, nə deyim, Fuad, mən bir fakültəyə daxil olmuşdum. Şərqşünaslıq fakültəsinə. İndi bilənlər bilir də, o, belə deyək, kətçi küçünün yeri gördü ora. Məsələn, 7 nəfər qəbul. Mən özümə deyirəm, sənin orada nə işin var, niyə yol qanağa görə həyatımı uzatmışdın, bala? Şərqşünaslıqda? Hə, ora Mərkəzi Komitənin, Nazirlər Sovetinin, Ali Sovetin, bir də onlardan sonra qalsa, çox məşhur adamların balaları üçün Brunodur, bunu hamı bilir. Mən də gəlib ora girmişdim və qardaş girdim, ora gördüm, burada mən Qarabağın bir kəndindən gəlmiş saf bir uşaq, amma yonulmamış həm də uşaq. Gördüm, burada hamı Ruscan danışır, Azərbaycan sektoru. 3 şöbədə 25 nəfərik, 12 nəfər ərəb, 7 nəfər fars, mən farsdaydım, 6 nəfər də türk. Hamı Ruscan danışır, 1-2 nəfərdən var. Mən də əsəbləşirəm falan. Məsələn, Ziyaya Zika deyirlər, Fikrətə Fika, nə bilim, Rəhmana Rixman. Və belə də, belə, bunlarla gecə-gündüz davaydaydım, Ramiz Ruşen anlaşardı, gəlib gedirdi bir-birimizin yanına. İndi bir gün yenə durmuşuq, biz ikinci növbədə oxuyuruq, bizdən əvvəl hüquq fakültəsi çıxmalıdır, biz girməliyik. Fantan var o keçmiş Kommunist küçəsində. Mənim 1 qram hürmətim yoxdur tələbələr arasında. Hamma bir danqazın, avaranın biri kimi baxın. Birdən Fuad Poladov Kommunist küçəsinə, o yuxarıda olur, axı Dağlı məhəlləsində. Keçib gedir piyada Azdıramiya işə. O bilirdi mən orada oxuyuram, tanışıdı onda artıq. Deməli, birdən hamı gördü ki, Fuad Poladov keçir. Fuad çox məşhur olub, cavanlığında ta hələ bugünə qədər elə gənə məşhur. Birdən Fuad belə de, Seyran, qardaş, salam, nə tərsən, nə var, nə yox. Bu nazir balaları, böyük adamların balaları, qəşəng qızlar, qəşəng oğlanlar hamısı əl çaldılar. Və məni bir dəfəlik qəbul elədilər ki, Fuad kimi nəhəng Seyrana deyirək, nə tərsən, nə var, nə yox. Maraqlıdır. Bax, bu bir detal elə kifayət edir. Bəli, kifayət edir, nə boyda. Bəli.